17 aprel 2025-ci il Şamaxı Qonaqkənd avtomobil yolunun 11-12 kilometrliyi son günlər yağan intensiv yağış yolda bir sıra fəsadlar törətmişdir. Asfalt beton örtüyü sıradan çıxmışdır. Yolun hərəkət hissəsində iri həcmli çatlar əmələ gəlmişdir. Su ötürücüsü boru, dəmir beton boru sıradan çıxmışdır. 19 nömrəli xüsusi təyinatlı yol istismarı MMC-nin işçiləri tərəfindən yola material verilməyinə baxmayaraq yolun əsaslı təmirə ehtiyacı vardır. ...17 aprel 2025-ci il Şamaxı Qonaqkənd avtomobil yolunun 12-ci kilometrliyi yağan intensiv yağışlar yolun hərəkət hissəsinə problem yaratmışdır. Hal-hazırda 19 nömrəli xüsusi təyinatlı yol istismarı MMC-nin işçi heyəti yola çay miyatları qırmadaş verir. 17 aprel 2025-ci il Şamaxı Qonaqkənd avtomobil yolunun 12-ci kilometrliyi 2 gün yağan aramsız yağış bir sıra fəsadlar törətmişdir. Asfalt beton örtüyü sıradan çıxmışdır. Yolda iri həcmli çatlar əmələ gəlmişdir. Hal-hazırda nəqliyyatın hərəkətində çətinlik vardır.